Allah Teala nə üçün yaradıb? Özünə ibadətə və itaətə yaratmışdır. Bundan uzaqdırlar. Və nə qədər insanlar namazlara qarşı səhlənkardırlar, namazları gecikdirirlər. Hətta Ramazan ayında belə. Yəni insanlardan da ellər vardır ki, Ramazan ayını müxtəlif növ yeməklərlə, içəcəklərlə qarşılayırlar. Və elə bil ki, Ramazan ayını yemək ayına çevirirlər. Yəni müxtəlif yeməklərin bişirildiyi bir aya çeviriblər. Yəni halbuki yəni Peyğəmbər sallallahu aleyhi və səlləm bir neçə xurma yeyərdi. Hətta xurma olmasa bir neçə qurtum su içərdi. Yəni bu da onu bildirir ki, insan Ramazan ayından istifadə etməli və həmçində qadınlar da. Bəzən olur ki, günorta vaxtı mətbəxə daxil olur və ya axşam vaxtı çıxırlar müxtəlif növ yeməklər hazırlamaq üçün. Və ona görə insan çalışmalıdır ki, onlara da imkan yaratsın. Onlar da bu ayın xeyrindən, bərəkətindən əldə etsinlər. Və şək yoxdur ki, çox yemək və çox içmək insanda itaətə qarşı tənbəllik yaradır və insana yuxu və qəflət gətirir. Və insanlardan ellər də vardır ki, Ramazan ayını oruc, yuxu ayı və tənbəllik ayı kimi tanıyırlar. Və onların gündüzü yatmaqda keçir və gecələri isə əylənməkdə, digər günahlarda və asiliklərdə, seriallara baxmaqda, televizora baxmaqda keçir. Və yaxud da digər fəsada yönəlirlər və gecə namazından, yəni təravih namazından da məhrum olurlar bu əzəmətli ayda. Zuhri rahimehullah deyir ki, İdə dəxələ Ramazan innəmə huvə tilavətul Qur'an və it'amut ta'am. Ramazan daxil olduğu zaman bu Quran oxumaq və yemək yedirməkdən ibarətdir. Ramazan ayı Quran ayıdır. Yəni insan Ramazan ayında çoxlu Quran oxumalı, yemək yedirmək və digər salih əməllərə çalışmalıdır. Yəni insan əzm bağlamalı, yəni qəlbini qəti qərar verməklə niyyət etməlidir ki, mən bu ayı olduqca faydalı keçirəcəyəm deyə qərar verməli, əzm etməli. Necə ki, Peyğəmbər sallallahu aleyhi və səlləmin duasında keçir ki, Allahümmə inni əsəlükə əl-əzimətə alə-rüşd. Allahım, doğru yol üzərində səndən qətiyyət istəyirəm. İnsanın xeyirli işlərdə qətiyyətli olması olduqca mühümdür. Əgər qətiyyət olmasa, insan günə satacaq, gecikdirəcək, sonra başlayaram, sabah başlayaram və artıq xeyirlərdən məhrum olacaqdır. Və həmçinin başqasından gəlir ki, onlar necə Quran oxuyardılar. Yəni onların çoxlu Quran oxuması haqqında müxtəlif rəvayətlər vardır. Yəni 3 günə xətm etmək, 1 günə xətm edənlər olub, gündə 2 dəfə xətm edənlər Quranı belə insanlar da olur. Amma sünnədə gələn isə odur ki, 3 günə. Yəni 3 gündən tez xətm etmək yaxşı deyil. Və sələflərin isə gündə 1 dəfə xətm etməsini bəzi alimlər belə izah verir ki, yəni bu xüsusi günlər istisnadır, amma digər günlərdə isə 3 gündən tez xətm etmək olmaz. Yəni insanlardan da ellər vardır ki, Ramazanı yalnız gecələri oyaq qalmaqla keçirməkdən ibarətdir. Halbuki Ramazanın gecələri itaətlə keçirilməli, gecə namazı, Quran oxumaq və həmçinin Ramazanın gündüzlərində də xəstələri ziyarət etmək, qohumluq əlaqələrini birləşdirmək və digər faydalı işlər, salih əməlləri insan çoxaltmalıdır. Və buna görə də insan Allahdan qorxmalı, təqvalı olmalı. Yəni bu ayı qorumalı və bu ayda ibadətləri, itaətləri çoxaltmalıdır. Yəni ola bilər ki, insan belə əməllər edərsə, uğur qazananlardan olsun. Bundan sonra Ramazan ayında ediləcək müəkkəd əməllərdən onlar içərisində ən əzəmətlisi elə orucdur. Allah Teala buyurur: "Ya eyyuhellezine amenu kutiba aleykumus-siyamu kema kutiba alellezine min qablikum leallekum tettaqun." Ey iman gətirənlər, sizdən əvvəlkilərə oruc fərz edildiyi kimi sizə də fərz edildi ki, təqvalı olasınız.
Ramazan orucu İslamın 5-ci rükünü, 5-ci dayağı sayılır. Yəni insan həqiqi oruç tutmaqla müttəqilərin dərəcəsinə çatır. Yəni insan orucu pozan amillərdən uzaq olur və həmçinin bədən üzvləri də oruç tutur. Yəni oruç sadəcə yemək və içməyi tərk etməkdən ibarət deyildir. Yəni insan oruç tutduğu zaman bədən üzvləri də oruç tutmalıdır. Gözü, dili, qulağı da oruç tutmalıdır. Əbu Hüreyrə radiyallahu anhudan gələn rivayətdə Allah Resulü sallallahu aleyhi və səlləm buyurur ki, "Mən ləm yədə qavlə zur və əmələ bihi." Kim yalan sözü və yalana əməl etməyi tərk etməzsə, "Fəleysə lillah hacətun fi an yədə'a ta'amə və şərabə." Yəni Allah Taala'nın o insanın yeməyini və içməyini tərk etməsinə ehtiyacı yoxdur. Əbu Hüreyrə radiyallahu anh deyir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm belə buyurmuşdur. Allah Teala belə buyurur. Kullu amel ibn Adem lehu illa siyam. Yəni insanoğlu hər bir əməli onun üçündür, orucdan başqa. O mənim üçündür, onun mükafatını mən verəcəyəm. Yəni oruc bir qalxandır. Yəni sizdən birinin oruclu günü olduğu zaman rəfəs etməsin, yəni əxlaqsız sözlər, hərəkətlər etməsin, qışqırıb bağırmasın. Yəni bir kimsə ona söyərsə, yaxud vurmağa qalxarsa, desin ki, mən oruclu bir insanam. Və Cabir ibn Abdullah radiyallahu anhu deyir ki, İzə sumtə fəlyasum sam'uka və basaruka və lisanuka anil kəzi vəl məəthim. Sən oruç tutduğun zaman sənin qulağın da, gözün də, dilin də yalandan və günahlardan oruç tutsun. Və başqasına əziyyət verməyi tərk et. Və üzərində sükunət və vüqarlılıq olsun. Sənin oruç tutmadığın günlə oruç tutduğun gün eyni olmasın. Yəni oruç tutduğun gün daha diqqətli ol. Ali ibn Abi Talib radiyallahu anh deyir ki, İnna siyam leysə minət-ta'am və şərab. Yəni oruc yemək və içməyi tərk etməkdən ibarət deyildir. Və lakin minəl-kəzib vəl-batil vəl-ləğv. Yalandan, batildən və ləğv, yəni lüzumsuz sözlərdən insanın çəkinməsidir. Onlardan oruç tutmasıdır. Əbu Zər radiyallahu anh deyir ki, İzə sumtə fətəhavvəz məstəta'tə. Oruç tutduğun zaman bacardığın qədər qorun. Və kənə taliq idə kənə yevmə savmihi dəxalə fələm yaxruc illə li salat. Və oruclu günlü olduğu zaman yalnız namaz üçün çıxardı. Və həmçinin Ramazan ayında ediləcək salih əməllərdən gecə namazıdır. Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, "Mən qamə Ramazana iman və ihtisabən ğufira ləhu mə təqaddəm min zənbi." Yəni kim Ramazanın gecələrini iman gətirərək və savabını Allahdan umaraq keçirərsə, qiyamda keçirərsə, onun keçmiş günahları bağışlanar. Yəni burada iki şərt var. İman gətirərək, yəni bunun buyurulmasına inanaraq və eyni zamanda savabı Allahdan gözləyərək. İhtisab savab gözləməkdir. Və həmçinin başqa mənalarından gəlir ki, yəni onu ağır görmədən yerinə yetirmək və onu rəğbətlə yerinə yetirmək və onu könül xoşluğu ilə yerinə yetirmək və bir də mənalarından biri odur, ihtisabən, yəni ixlasla yerinə, Allah üçün yerinə yetirməkdir. Və təravih namazı haqqında, təravih namazı da gecə namazından sayılır və əgər insan imam salam verənədək, yəni təravih namazını bitirinədək imamla birgə qılarsa, necə ki, hədisdə Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, İnnə rəculə idə sallə mə'al imami həttə yansarifə hüsibə ləhu qiyamu leylətin. Yəni bir insan imamla bərabər namazı qılarsa, yəni təravih axıra qədər qılarsa, ona gecə namazı yazılar. Amma bir çox insanlar bu ibadətə qarşı da səhlənkardır. Yəni baxmayaraq ki, Allah Teala insana sağlamlıq neməti verib, boş vaxt neməti verib, lakin insanlar aldanmaqdadırlar. Necə ki, hədisdə Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, Ni'mətəni məğbunu fîmə kəthirun minən-nəs. İki nemət vardır ki, insanlar bu iki nemət haqqında şiddətli şəkildə aldanmaqdadırlar. Sağlamlıq və boş vaxtdır. Yəni, qabun ərəb dilində insanın olduqca böyük şəkildə aldanmasına deyilir. Necə ki, yəni 10.000 manatlıq dəyərində olan bir malı 1 manata satması və yaxud da 1 manatlıq malı 10.000-ə alması kimi və ya daha da artıq.
100 minə alır, sonra bilir ki, onun qiyməti 1 manat idi. İnsana necə təsir edir, yəni aldandığı ortaya çıxar. Və həmçinin sağlamlıq və boş vaxtda uca nemətlərdən sayılır. Əgər insana sağlamlıq və boş vaxt verilərsə və bunu düzgün dəyərləndirməzsə, əməlləri baxımından ziyana uğrayanlardan olar. Və görürsən, bəzən insan 1 saat, 2 saat, 3 saat, yəni boş-boş məclislərdə oturur, əyləncə məclislərində və yaxud da televizor qarşısında bundan bezmir, usanmır, amma məscidə girən kimi bezir. Yəni imam bir balaca namazı uzatdığı zaman yəni bundan bezir. Bu da sözsüz ki, müvəffəqiyyətin azlığındandır, insanın yəni xeyrə rəğbətinin, istəyinin az olmasıdır. Yəni baxın, Allah Teala sadiq möminlər haqqında nə deyir? Onların halı necədir? Tətəcəfə cunubuhum anil madaci'i yəd'una rabbahum xawfən və tama'a və mimma razaqnahum yunfiqun. Yəni onların yanları yataqlarından ayrılar, uzaqlaşar. Onlar Rəbbinə qorxu və ümid içərisində dua edərlər və onlara verdiyimiz ruzidən xərcləyərlər. Və başqa ayədə buyurur: "Kanu qalilan minəl-leyli ma yehca'un və bil-əsharihim yestəğfirun." Onlar gecəni az yatarlar və səhər vaxtları isə, yəni sübh namazından əvvəl istiğfar edərlər. Yəni Allah Teala cənnət əhlini vəsf edərək buyurur ki, cənnət əhli dünyada ikən, yəni gecə çoxlu namaz qılır və namazdan sonra istiğfar edir. Yəni bir var insan günah edir, günahdan bağışlanma dilir, amma cənnət əhli onlar ibadət edir, ibadətdən sonra da yenə bağışlanma diləyirlər Allah. Yəni sözsüz ki, onlar Allahın əzəmətini bildiklərinə görə, özlərini tanıdıqlarına görə nə qədər ibadət etməsinə baxmayaraq bilirlər ki, Allah Teala bundan da ucasına layiqdir. Və həmçinin Ramazanda ediləcək müəkkəd əməllərdən biri də mümkün olarsa ümrə edilməsidir. Buxari Müslimdə keçən hədisdə Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, "Əl-umratu iləl-umrə kəffəratun limə beynəhumə." Ümrə o bir ümrə arasında olan günahlara kəffarədir. "Vəl-həccul məbrur leysə ləhu cəzəun illəl-cənnə." Məbrur həccin mükafatı isə, yəni qəbul olunan həccin mükafatı isə yalnız cənnətdir. Və digər hədisdə isə buyurur ki, "Təbi'u beynəl-həcci vəl-umrə." Həclə ümrəni bir-birinin ardınca edin. فَإِنَّهُمَا يَنْفِيَانِ الْفَقْرَ وَالذُّنُوبَ كَمَا يَنْفِي الْكِيرُ خَبَثَ الْحَدِيدِ وَالذَّهَبَ وَالْفِضَّةَ. Çünki həcc və ümrə insanın kasıblığını və günahlarını tökür, necə ki körük dəmirin, qızılın və gümüşün pasını tökdüyü kimi. Və Ramazanda edilən ümrənin isə əcri daha böyükdür. Peyğəmbər sallallahu aleyhi və səlləm ənsarlardan bir qadına deyir ki, "Mə mənəək minəl-həcc." Yəni sənin həcc etməyinə nə mane oldu? Deyir ki, filankəsin atası, yəni əri mane oldu. "Kənə ləhu nadihani həccə alə əhədihimə vəl-əxər yəsqi ardan lənə." Yəni onların yəni əkini suvarmaq üçün 2 dəvəsi var idi. Bir dəvənin üzərində həccə getdi, yəni yoldaşı, amma birisi isə o vaxt dəvələrlə suvarırdılar sahələri və biri suvarmaq üçün qaldı. Və onda Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, "İnnə umrətə fi Ramazan təqdi həccətən əv həccətən mə'i." Ramazanda edilən ümrə həccə bərabər və yaxud mənimlə edilən həccə bərabərdir. Allah Teala istəyənləri nəsib etsin. Və həmçinin bu ayədə müəkkəd olan əməllərdən biri də sədəqədir. Buxarıda keçən hədisdə İbn Abbas radiyallahu anhümə deyir ki, "Kənə Rasulullah sallallahu aleyhi və səlləm əcvələn-nəs." Yəni Peyğəmbər sallallahu aleyhi və səlləm insanların ən cömərdi idi, səxavətlisi idi. "Və kənə əcvələ mə yəkun fi Ramazan hinə yəlqahu Cibril." Və Cəbrail aleyhissalamla görüşdüyü zaman daha cömərd olardı. "Və kənə Cibril yəlqahu fi kulli leyləti min Ramazan." Və Cəbrail aleyhissalam Ramazanın hər gecəsi onunla görüşərdi. "Fəyudərisuhul Qur'an." Yəni Qur'anı müdarəsə edərdilər. Elə bir Peyğəmbər sallallahu aleyhi və səlləm oxuyar və Cəbrail aleyhissalam dinləyərdi. "Fələ Rasulullah sallallahu aleyhi və səlləm hinə yəlqav Cibril əcbədə bil xeyr minər rihil mursələ." Və Peyğəmbər sallallahu aleyhi və səlləm əsən küləkdən daha cömərd olardı Cəbrail aleyhissalamla görüşdüyü zaman. Və həmçinin Ramazan ayında müəkkəd olan əməllərdən biri də
oruclu insanlara iftar verməkdir. Zeyd ibn Xalid el-Cühənlə gələn rivayətdə Peyğəmbər sallallahu əleyhi və səlləm deyir ki: "Mən fattara saimən kutibə lehu mislu ecri." Yəni kim oruclu insana iftar verərsə, yedirərsə, onun əcri kimi ona savab yazılır. İllə ənəhu la yanqusu min ecri saimi şey və oruç tutan insanın əcrindən də heç nə azalmır. Və həmçinin bu ayda ediləcək müəkkəd əməllərdən biri də Quran oxumaqdır. Çünki Ramazan ayı Quran ayıdır. Şəhr Ramazanəl-ləzi unzilə fihil Quran. Ramazan ayında Quran nazil edilmişdir. Bu dənlinnəs insanlara doğru yol göstərən bir. Və Sələf-i Salihin də yəni bu barədə Quranı xətm etmək barəsində yəni müxtəlif halları olub, qəribə halları olub. Yəni kimisi 10 gündə, kimisi 7, kimisi 3 gündə və hətta Şafi rahimehullahdan rivayet olunur ki, Ramazanda 60 xətmə edərdi. Ramazanda 60 dəfə Quranı xətm edərdi. İmam Malik rahimehullah Ramazan daxil olduğu zaman Qurana yönələr və dərs deməyi, fətva verməyi tərk edərdi və deyərdi ki, bu Quran ayıdır. Və o ki qaldı Peyğəmbər sallallahu aleyhi və səlləmin 3 gündən tez Quranı oxumağı qadağan etməsi isə bu davamiyyətli olmağa aiddir. Yəni elm əhli belə buyurmuşdur. Yəni hədisdə Peyğəmbər sallallahu aleyhi və səlləm 3 gündən tez oxumağı qadağan edir. Və sələflərdən oxuyanlar olub. Bunu yönəldərkən deyirlər ki, o davamlı oxumağa aiddir. Yəni davamlı olaraq 3 gündən tez oxumaq olmaz. Amma o ki qaldı belə fəzilətli aylarda, günlərdə isə Quranı insan daha çox oxuya bilir. Və bu görüşdə olan İmam Əhməd, İshaq ibn Rahimiyyə və digər imamlardır. Və həmçinin Ramazan ayında müəkkəd olan əməllərdən biri də etikafdır. Buxaridə gələn rivayətdə Əbu Hüreyrə radiyallahu anh deyir ki, Kənən Nəbi sallallahu aleyhi və səlləm ya'təkifu fi kul Ramazan 10 əyyəm. Yəni Peyğəmbər sallallahu aleyhi və səlləm hər Ramazan 10 gün etikafda olardı. Fələmmə kənəl amilləzi qubiyyə fi i'təkəf 20 yevmə. O dünyasını dəyişdiyi il isə 20 gün etikaf edir. Yəni Allah Teala hər birimizi Peyğəmbər sallallahu aleyhi və səlləmin yoluna tabi olmağa müvəffəq etsin.